Nəyə görə səs çıxartmıram? Gəldiyim yol geri qayıdıram. Deyəsən ayı səsi eşitdim və geri qayıdıram. Şəlaləni inşallah başqa vaxt axtararam. Məncə ayı səsi idi. Bəlkə də şəlalə buradan yuxarı qalxandadır. Nəymişsə, başqa vaxt gəlib baxaram. Birinci təhlükəsizlikdir, can sağlığıdır. Sonra məcara. Gedib evdə indi ayı səslərinə qulaq asasıyam və axtarış sistemi ilə yoxlayasıyam, görüm doğrudanmı ayı səsi idi, yoxsa başqa heyvanın, quşun səsi idi, boğaz səsləri idi. İri ayının səsinə oxşamırdı. Ayı balalarının səsinə oxşuyurdu. Məncə. Gəlib buradan da qalxıb yoxlamaq olar. Özünə məxsus suxurlardır. Şəlalənin yerini də gərək axtarış sistemləri ilə baxıb tapım. Buralar yadımda qaldı. İndi dayanıb ətrafı dinləyəsiyəm. Mən yuxarı nöqtədə idim. Səs aşağıdan gəlirdi. Hal-hazırda səs gələn yer mənim sol tərəf arxa hissədə qalır, geridə qalır. Amma bilmək olmaz. Əgər bala varsa, anası da var. Ayı da balalayanda çox balalayır. Yanında ən azı 1, 2, 3 bala olur. Ən azından 2 bala. Məncə. Yadımda düz qalıbsa. Əvvəllər heyvanlar barədə çox oxuyurdum, mütaliə eləyirdim. Arada dayanıb ətrafı dinləməkdə fayda var. Qorxmuram və panika vəziyyətində deyiləm. Birinci dəfə deyil. Heç bir narahatçılıq yoxdur. Heyfsəndiyim odur ki, şəlalənin yerini tapa bilmədim. Allaha təvəkkül. Deməli, belə məsləhət imiş. Bu su dərələridir. Belə yerlərdə ehtiyatlı olun. Əgər yıxılsanız, uzun müddət düşəcəksiniz. Hər hansısa bir yerdən tutub dayanmaq imkanı azdır. Hər bir yerə diqqətlə fikir verin. Özünüzü təhlükələrdən qoruyun. Qayıdıb indi bulaqdan su içib İnşallah evə qayıdacağım. Qalxdığım yeri Google'da, xəritədə yoxlayacağım. Haraya qədər qalxmışdım, hansı cığır haraya aparır. Əgər Google şəkillər kömək eləməsə, mən adətən digər sistemlər vasitəsilə də yoxlayıram. Bing, Yandex elələrində var, bir hissənin peyk görüntüləri yaxşı düşmür. Digər hissənin peyk görüntüləri yaxşı düşür. Əslində buradan da cığır aralanır, yuxarı gedir deyəsən. Buranı da yoxlamaq lazımdır. Ola bilsin, şəlaləyə yol buradan qalxır. İşarə qoysalar yaxşı olardı. Gərək özümlə nəsə bir
işarə qoymaq üçün nəsə bir əşya gətirim. Bulağa istiqamətləndirici qoyum ki, mənim kimi gələn insanlar çarxıb qalmasın, çaşıb qalmasın, yolu tanısın. Heyf. Şəlalənin özünə gedə bilsəydim çox yaxşı olardı. Nə qədər vaxt planlaşdırırdım, sərin gün gözləyirdim ki, sərin günlərdən biri olsun. Hal-hazırda qəşəng sərindir, bulutludur. Yağış deyiblər. Dedim yağana qədər Allahın köməkliyi ilə qalxım. O da alınmadı. Nə hikmətsə Allah bilir. Burada da cığır var. Buranı da yoxlamaq olar. Gözəl bir işarə qoymuşlar, yerləşdirmişlər. Üstündə işarələr yoxdur. Ya ümumiyyətlə dirək bastırılıb işarələr yerləşdirilməyib, hələ yerləşdiriləsidir. Amma gələnlər demişdilər ki, işarələrin hamısı yerində olmalıdır. O da yoxdur. Qalxanda yavaş-yavaş qalxırdım. İndi rahatlıqla aşağıya doğru düşürəm. Yuxarı qalxanda çəkiliş aparsam xeyli vaxt gedəsi idi. Hal-hazırda isə sürətlə düşürəm. Ümid eləyirəm ki, bulağa qədər olan yolu çəkə biləsiyəm. Hövsələsi çatmayan baxmasın. Amma dağ mənzərələrini sevənlər, dağ cığırını sevənlər, gəzməyi sevənlər baxa bilər. Kimlər ki, hal-hazırda iş başındadır, gələ bilmir, çıxa bilmir, nəfəslərə bilmir çöldə, bayırda. Nalları aşağıda daşın üstündə qoymuşam ki, qaydan baş götürüm. Köhnə nal olsa muzey üçün əhəmiyyət kəsb eləyəsidir. Qaydan baş götürmək lazımdır. O da yadımda qalsın. Şəhər çox aşağıdadır. Ya çələz idi, ya nəsə başqa bir şey idi. Dağ siçanı qaçdı. Özlərini müdafiə edirlər. İlan deyildi. İlan elə kəskin hərəkətlər eləmir. Sakit dayanır puskuda. Ovlamaq üçün. Cəld hərəkət eləyən nəsə olanda əgər sizdən uzaqlaşırsa deməli ilan deyil. Sizə doğru yaxınlaşırsa çox güman ki ilan. O da tapdalamasanız, altında istirahət elədiyi daşı tapdalayıb əzməsəniz canını heç nə eləyən deyil. O da qaçır qırağa. Dirək bu. Bulaq orada. Dirəyin üstündə yazılar yox. Mən bilmirəm hara ilə getmək lazımdır. Bura ilə getmək lazımdır. Bu birisi yolla getmək lazımdır. İşarələr yerində olsaydı yaxşı olardı. Şəkli qardaşlar, ya buralara səyahət eləyən qardaşlar, kim ki yoldan xəbərdardır. Şərhlər açıqdır, şərhlər bölməsi. Zəhmət olmasa yazın. Mən bu dirəkdən sonra soldakı cığırla getməliyəm, şəlaləyə getmək üçün. Yaxud sağdakı cığırla getməliyəm. Zəhmət olmasa yazın. Bir də siz qalxanda ayılara təsadüf etmisinizmi və yaxud səsini eşitmisinizmi? Donqullamağını, danışmağını, narazılıq eləməyini. Ayı eşitmisiniz buralarda? Varmı, yoxmu? Mənə dedilər ki, yoxdur. Varsa da insanlara dəymir. İlandan dedilər özünü qoru. Belə, bu qədər. Video kifayət qədər uzun oldu. Sağ olun. Sağlıqla qalın. Mən də bulaqdan kimi inşallah evə. Bu qədər. Sağ olun, var olun.